Salam hörmətli YouTube və TikTok izləyiciləri, sizləri yenidən xoş gördük. Bura Gəncə şəhəridir. Gəncə şəhərində deməli şahs sevənlərdə 3,2 sot torpaqda bir böyük salon, eyni zamanda 2 böyük otağı olan, bax qarşıda gördüyünüz belə bir həyət evi satılır. Qiymətin 65 min manatdır. Mən bildiyimə görə qiymətində bir balaca razılaşma olmalıdır. Hal-hazırda mən sizə deməli darvazadan giriş hissəsini göstərirəm. Bağçasını görmək mümkündür. Sol tərəfdə, yəni bax burada hamamı yerləşir. Sənədi çıxarışdır. Yəni əslən xidmətdə alqı-satqı gedən sənəddir. Gördüyünüz kimi hamamı təmirlidir. Bax necə görürsünüz bu cürdə var. Yenidən mən sizə deməli evin xarici görünüşünü göstərirəm. Dediyim kimi qiymətin 65 min manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. Hal-hazırda basenisini görürsünüz. Stil sistemi İranski peşdir. İran cihazıdır. Bax bu cür qarşıda görürsünüz yəqin ki. Yenidən mən sizə bağçasını göstərirəm. 2 ədəd böyük deməli badvalı var. 6-nın 5-ə, 4-ün 4-ə, 6-nın 4-ə, 4-ün 4-ə kürsülüdür. 2 qat kubiklə hörülüb. Bax bura deməli 6-nın 4-ədir. Bax bu cür böyükdür. Bura isə deməli 4-ün 4-ədir, bağışlayın. İnsan evə daxil oluram. Çox yaxınlıqda, yəni 4 nömrəli orta məktəbə yaxın bir ərazidir. Bundan başqa, yəni başqa regionlar üçün deyim, şahsevənlərdə yerləşir. Şahsüyəndə yerləşən meçidə yaxın, çox yaxın bir ərazidədir. Döngədədir. Bax döngə sözünü xahiş edim, tupik, döngə necə qəbul edirsiniz? Bax o cürdə qəbul edin. Döngədə yerləşir. Sovet maşınları daxil olur döngəyə. Bax indi isə mən sizə deməli salonu göstərərəm. Salon uzunluğu 15, eni isə 4,5-dır. Bax bu cürdür. Yenidən mən sizə salonu göstərirəm. İndi isə mətbəğinə keçirəm. Mətbəğin 4-ün 4-ədir. Bax hal-hazırda siz mətbəğini görürsünüz. Yenə təkrar edirəm. Deməli bu həyət evi Şahsüyəndə, Şahsevənlər küçəsində yerləşir. Şahsüyəndə, Şahsevənlərdə, yəni Şahsevənlər küçəsində yerləşən məscidə yaxın bir ərazidir. Döngədə yerləşir. Sovet maşını daxil olur döngəyə. Burası otaqlardan biridir. Bax bu otağın ölçüsü 6-nın 5-ədir. Bax necə görürsünüz bu cürdə var. 4 nömrəli orta məktəbə yaxındır. Başqa regionlar üçün də onu da deyim ki, yəni 4 nömrəli orta məktəb dedikdə Nizami kinoteatrında nəzərdə tutmaq olar. Xan bağını da, yəni bax bu ərazilərə yaxın bir ərazi demək mümkündür. Burası isə 2-ci otaqdır. 2-ci otağın ölçüsü 8-in 5-ədir. Bax gördüyünüz kimi həqiqətən böyükdür. İndi isə yenidən mən sizə zalını göstərirəm. Dediyim kimi sənədi çıxarışdır, ipoteka yararlıdır. 1981-ci ildə tikilib bu həyət evi. Hörmətli və dəyərli insanlar, sizlərdən xahiş olunur videoları bəyənin. Sizlərə uğurlar.